Rusiya prezidenti Vladimir Putinin elan etdiyi 3 günlük ateşkəs bu səhər qüvvəyə minib. Bu barədə Reuters məlumat yayıb bildirilir ki, Rusiya pilotsuz təyyarələri və ballistik raketlərinin bir neçə gecə davam edən güclü hücumlarından sonra bugün Ukraynanın böyük şəhərlərində sakitlik yaranıb. Xatırladaq ki, Kreml Rusiya prezidenti Vladimir Putinin qərarı ilə mayın 8-i saat 00:00-dan və mayın 11-i saat 00:00-a qədər ateşkəsin tətbiq ediləcəyini açıqlayıb. Ukrayna prezidenti Volodymyr Zelenski faşizm üzərində qələbənin 80-ci il dönümünün qeyd edilməsi ilə bağlı Rusiyanın 3 günlük ateşkəs təklifini rədd edib 30 günlük ateşkəs istəyib. Ukrayna silahlı qüvvələrinin bu 3 gündə necə davranacağı hələ ki məlum deyil. Təbii ki, Zelenski əgər ateşkəslə razılaşmayıbsa, bu o deməkdir ki, Ukrayna tərəfindən üzü Rusiyaya atılan raketlər susmayacaq və birdən Ukrayna tərəfindən rəsmilər elə başda Volodymyr Zelenski olmaqla belə bir açıqlama verdilər ki, 9 may faşizm üzərində qələbə günündə Rusiya bizdən sürprizlər də gözləsin.